Uyğunluğu müəyyən edin. Ağqoyunlu dövlətinə aid olan hadisələri soruşur. Həsən padşaha aid götürəcəyi birinci baxaq. Muş döyüşünə qələbə qazanması, bəli, Uzun Həsən Muş döyüşündə 1467-ci ildə Qaraqoyunlu Cahanşahı məğlub edib, lakin bu zaman Həsən padşah deyildi və dövlət yaradılmamışdı. Buna görə A-nı götürməyəcəyik. Şərqi Gürcüstanın birləşdirilməsi 1477-ci ildə Gürcü çarı 6-cı Baqratla bağlanmış müqavilədən sonra Şərqi Gürcüstan Ağqoyunlu dövlətdən birləşdirilmişdir. 1-ə B variantı doğrudur. Səfəvlərin məğlub edilməsi, Uzun Həsən Səfəvlərlə münasibətləri yaxşı olub, dostluq və qohumluq əlaqələri ilə yadda qalıb, ona görə C-ni də götürmürük. Baxaq Sultan Yaquba. Ərdəbil hakimliyinin məğlub edilməsi, bəli, 1488-ci ildə Ərdəbil hakimliyini Şahdağ döyüşdə məğlubiyyətə uğradıblar. 2-yə A variantını götürürük. Şirvanşahlarla müttəfiq olması, bəli, elə Şahdağ döyüşündə Şirvanşah Fərrux Yasara köməklik göstərərək, deməli, Ərdəbil hakimliyini məğlub edir və onu məxsus hətta mülkləri belə müsadirə eləyir. Ona görə B-ni götürəcəyik. Osmanlı dövləti ilə müharibə aparılması, Osmanlı sultanı bu zaman 2-ci Bəyazid idi və onunla dostluq münasibətləri qurmuşdu. Müharibə yox, Osmanlılardan dostluq münasibəti həyata keçirib Sultan Yaqub. Ona görə C-ni götürmürük. Beləliklə cavabımız 1 B, 2 isə A və B doğrudur. Y variantını götürürük. Əlimərdan bəy Topçubaşova aid olanları soruşur bizdən. Baxaq. Qeyrət Partiyasının yaradıcısı olmuşdu. Qeyrət Partiyası Azərbaycanın ilk siyasi partiyasıdır və Ələkbər bəy Rəfibəyov tərəfindən yaradılıb. Topçubaşova aid deyil. Biri çıxdıq. Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanları təmsil eləmişdi. Məmməd Yusif Cəfərov təmsil edibdi. 2-ni də götürə bilmirik. Vıboq bəyannaməsi ilə əlaqədar həbs edilmişdi. Bəli, Topçubaşov və Ziyadxanlı Vıboq bəyannaməsi ilə əlaqədar həbs edilmişdi. 3 doğrudur. Sədrliyi ilə Bakıda müəllimlərin birinci qurultayı keçirilib. Müəllimlərin birinci qurultayı 1906-cı ildə demək keçirilib. Nəriman Nərimanovun və Həsən bəy Zərdabinin rəhbərliyi altında 4-ü də götürə bilmirik. Tiflis Sülh Konfransında Daşnak Sütun Partiyasının niyyətlərini ifşa etmişdir. 1906-cı ilin fevralında keçirilmiş Qafqaz canişinin təşəbbüsünə həyata keçirilən bu konfransda bəli Topçubaşov Daşnak Sütun Partiyasının niyyətlərini ifşa etmişdir. Cavabımız 3 və 5 D variantı düzgündür. Sizə təqdim olmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Rusiya imperiyasının dağılmasından sonra Cənubi Qafqazda yaranmış Ermənistan Respublikası qonşu dövlətlərə, Azərbaycan və Gürcüstana ərazi iddiaları ilə çıxış etməyə başladı. Azərbaycanın İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi onları şinikləşdirdi. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edirdi. Ərazi bütövlüyünü təmin etmək üçün Cümhuriyyət hərtərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanı və dünya ictimaiyyətini fakt qarşısına qoymaq məqsədi ilə Azərbaycanın tarixi torpaqlarında soyqırımlara başladılar. Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyası. İndi isə suallara baxaq. Sonuncu cümlədə bəhs edilən problemin həlli üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin gördüyü inzibati tədbirlərdən birini yazın. Və burada sonuncu cümlədə soyqırımların başlaması məsələsi verilibdir. Və Azərbaycan Xalq Cümhuriyyəti bunun qarşısını almaq üçün neynədir? 1919-cu ilin yanvar ayında Qarabağda general-qubernatorluq yaratdı və 1919-cu ilin fevral ayında da deməli Naxçıvanda general-qubernatorluq yaratmaqla o Azərbaycan ərazisindəki soyqırımlara son qoymağa çalışdı. İkinci sualımız, mənbədə bəhs edilən separatizmə qarşı aparılan mübarizənin nəticələrindən ikisini yazın. Bir neçə nəticə demək olar. Demək, Azərbaycan ərazi bütövlüyünü Respublika tam təmin elədi. Qarabağda təhlükəsizlik təminat altına alındı. Ermənilərin ərazi iddiaları siyasi cəhətdən iflasa uğradı. Qarabağın erməni əhalisi hökumətə tabe oldu. Sonraki sualımız, mənbədə bəhs edilən şəhərin güzəşt edilməsi qarşılığında Ermənistanın Azərbaycan qarşısına gördüyü öhdəliyi yazın. Mənbədə İrəvan şəhərinin deməli
güzəştə gedilməsindən söhbət açılır. Bilirsiniz, İrəvan şəhəri Cümhuriyyətin yaranmasından bir gün sonra ermənilərə güzəştə getmək məcburiyyətində qalındı və bunun hansı öhdəlik qarşılığında verilməsinə baxaq, Zəngəzur, Naxçıvan, Şərur Dərələyaz və Qarabağın dağlıq hissəsinə olan ərazi iddialarından ermənilərin əl çəkməsi qarşılığında İrəvan şəhəri ermənilərə güzəştə gedildi. Şimali Azərbaycanda 1840-60-cı illər arasındakı dövrə uyğun olan ifadələri soruşur. Rəhdar vergisi 1836-cı ildə ləğv olunub, yəni 40 və 60-cı illər aralığında təbii ki, mövcud ola bilməz, biri çıxdıq. Hərbi vergi Rusiya tərəfindən alınmağa başladı 1887-ci ildən sonra, yəni bu da doğru cavab deyil, 2-ni də çıxdıq. Qafqaz canişinliyi yaranması haqqında qərar 1844-də yaranıb və 83-cü ilə kimi birinci dövrdə mövcud olub. 3-ü götürürük, düzgündür. Qəza məktəblərinin yaranması haqqında qərar 1829-cu ildə verilib. 30-cu ildən etibarən qəza məktəbləri fəaliyyətə başlayıb və təbii ki, qəzaların olduğu dövrlərdə də fəaliyyət davam edir. 4 də düzgündür. Müəllimlər seminariyası Azərbaycanda yaradılmış ilk müəllim seminariyası İrəvanda 1881-ci ildə yaradılıbdır. Bu cavab təbii ki, doğru deyil. Cavabımız 3 və 4 düzgündür. Manna dövlətindən fərqli olaraq Albaniya dövlətinə aid olan hadisələr soruşur. Baxaq. Yunan yazısından istifadə edilməsi, Albaniyada Yunan yazısından istifadə olunmasını Şəkinin Böyük Dəhnə kəndində tapılmış olan 1902-ci ildə tapılan və 2-ci əsrə aid olan demək abidə təsdiq eləyir. Ancaq Mannada belə bir tapıntı yoxdur. Bir Albaniya dövlətinə aiddir, Mannaya isə aid deyil. Biri götürdük. Qeyri-məhdud hökmdar hakimiyyəti mövcud olması hər iki dövlətdə monarxiya dövlətidir, yəni qeyri-məhdud hökmdar hakimiyyəti mövcuddur. Oxşar cəhəti götürə bilmirik. Ərazisində türk tayfalarının məskunlaşması, bilirsiniz ki, 1-ci türk axını eradan əvvəl 7-ci yüzillikdə Kimelskit sakların adı ilə bağlıdır və bu dövrdə də Manna dövləti mövcud olub, fərqli cəhət deyil, götürə bilmirik. Təsərrüfatda qul əməyindən istifadə edilməsi, hər ikisi quldarlıq dövründə yarandığına görə təsərrüfatda qul əməyi istifadə olunub, ortaq cəhətdə götürə bilmirik. Eradan əvvəl 1-ci minilliyin ikinci yarısına yaranması, Manna dövləti eradan əvvəl 9-cu yüzillikdə yaranıb, 1-ci minilliyin birinci yarısına düşür. Albaniya isə 4-cü yüzillikdə yaranıb, 1-ci minilliyin ikinci yarısına düşür. Demək, 1 və 5 düzgün cavablardır. Azərbaycanın 3-cü Respublika dövrünə aid olan hadisələr istəyir. Heydər Əliyevin rəhbərlik dövrü 1993-cü ildə prezident seçilib, 2003-cü ildə vəfat edib. İlham Əliyevin rəhbərlik dövrü 2003-cü ildən günümüzə qədər olan dövrü əhatə edəcək. Baxaq. Bakı Məişət Kondisionerləri Zavodunun tikilməsi 1975-ci ildə inşa edilib və Heydər Əliyevin 1-ci rəhbərlik dövrünə, amma 3-cü Respublika dövrünə düşmür, götürmürük ona görə də. Konstitusiya Məhkəməsinin yaradılması 1998-ci ildə yaradılıbdır və Heydər Əliyevin deməli rəhbərlik dövrünə düşəcək. 1-ə götürdük o zaman deməli B variantını. Konstitusiya Bakı-Tiflis-Ceyhan neft boru kəməri istifadəyə verilməsi. Neft boru kəməri 2006-cı ildə istifadəyə verilib və bu düşəcək İlham Əliyevin prezidentliyi dövrünə. 2-yə götürdük C variantını. Azərbaycanın ATƏM-ə qoşulması. ATƏM-ə 1992-ci ilin iyul ayında qoşulmuşuq və təbii ki, Heydər Əliyevin dövrünə düşməyəcək, D-ni götürmürük. Aslan xidmət mərkəzlərinin yaradılması 2012-ci ildə fəaliyyətə başlayıbdır və yeni də götürdük İlham Əliyevin hakimiyyət dövrünə. Beləliklə, düzgün cavab 1-ə B, 2-yə isə C və Y doğrudur. Xronoloji ardıcılığı müəyyən edin. Amerika Birləşmiş Ştatlarının strateji müdafiə təşəbbüsü proqramını elan etməsi, bu Ronald Reaganın dövründədir. Ronald Reagan 1881-89-cu illərdə prezident fəaliyyətinə məşğul olub və 1983-cü ildə deməli strateji müdafiə proqramını belə bir təşəbbüsü irəli sürür. Britaniya Avropa Birliyindən ayrılması Brexit adlanacaq və 2020-ci ildə ayrıldı Avropa Birliyindən. Yunanistanın Kiprə İlhaq etmə cəhdi bu 1974-cü ilə aiddir. Soyuq müharibənin başa çatması isə SSR-nin süqutu ilə 1991-ci ildə tamamlanmış oldu. Beləliklə, ardıcılığı düzsək 3, 1, 4 və 2 düzgün cavabdır.
Şah 1-ci Təhmasibdən fərqli olaraq Şah 1-ci Abbasın hakimiyyət dövrü üçün səciyyəvi olanları soruşur. Şah 1-ci Abbasın hakimiyyət dövrü 1587-ci ildən 1629-cu ilə kimi olan dövrü əhatə edəcək. Avropa dövlətləri ilə diplomatik münasibətlər saxlanılması bu hər iki hökmdara aiddir. Çünki Şah 1-ci Təhmasib İngiltərənin Moskva şirkəti ilə əlaqə qurmuşdu və ona görə də fərqli cəhət kimi götürmürük, biri çıxdıq. Mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyin yaradılması 1593-cü ildə Şah 1-ci Abbas tərəfindən yaradılıb, 2 doğrudur, götürdük. Osmanlı qoşunlarının məğlub edilməsi Şah 1-ci Təhmasibdən fərqli cəhət deyil, çünki Şah Təhmasib də deməli Osmanlı qoşunlarını məğlub edibdir. Ona görə fərqli cəhət kimi götürmürük. Təbrizcə Cəlali hərəkatının ilk böyük çıxışının baş verməsi 1591-ci ildə baş veribdir və bu təbii ki Şah 1-ci Abbasın hakimiyyət dövrünə düşəcək. 4-ü götürdük. Şəki hakimliyinin ləğv edilməsi 1551-ci ildə ləğv olunub. Bu isə 1-ci Təhmasibə aid olan fəaliyyəti Abbasa aid deyil. Beləliklə cavabımız 2 və 4 düzgündür. Memarlıq abidələrinin heç birinə aid olmayan cavabı istəyir. Demək, 12-ci əsrdə inşa edilibdir. Qüvvətli İslam məscidi 12-ci əsrdə Dehlidə inşa olunub. Mərdəkan qalası 12-ci əsrdə inşa olunubdur və Möminə xatun türbəsi 12-ci əsrdə inşa olunub. A variantı heç birinə, yəni hər üçünə aiddir, götürə bilmirik. Müsəlman intibahı dövrünə aiddir və bunlar müsəlman intibahının tərkib hissələridir. Ona görə hər üçünə aiddir əslində, götürmürük. Şirvanşahlar dövlətinə aiddir. Mərdəkan qalası 12-ci əsrdə demək inşa olunubdur və təbii ki Şirvanşahlar dövlətinə aid olacaq. 12-ci əsr Şirvanşahlar dövlətinin ərazisidir. Üçü də çıxdıq, yəni C variantında çıxdıq. Naxçıvan şəhərində yerləşir. Möminə xatun türbəsi Əcəmi Əbubəkiroğlu tərəfindən Naxçıvanda inşa olunub 12-ci əsrdə və D variantında çıxdıq. Osmanlı dövləti tərəfindən tikilmişdir. Təbii ki, bunların heç biri Osmanlı dövləti tərəfindən inşa edilməyib. Ona görə də Y variantı bizim üçün doğru cavabdır. Hadisələrdən hansıların yerini dəyişdirilərsə, xronoloji ardıcıllıq düzgün olar. Gəncədə Usta Bəndərin başçılığı altında üsyan 1231-ci ildə baş veribdir. Elxanilər dövlətinin yaranması 1258-ci ildə yaranıbdır. Azərbaycan Ali Monqol xaqanının tərkibinə qatılması 1239-cu ildə Dərbəndin işğalından sonra baş verdi. İngiltərədə ilk parlament 1265-ci ildə çağırılıb və 100 illik müharibə 1337-ci ildə başlayıbdır İngiltərə və Fransanın arasında. Xronoloji ardıcılığa baxsaq, biz 2 ilə 3-ün yerini dəyişsək, cavabımız düzgün olacaq. Yəni 1231-dən sonra 1239 rəqəmini versək, cavab doğru olacaq. 2 və 3 A variantı düzgündür. Səfəvilər dövlətinin tarixinə dair sxemi tamamlayan düzgün cavabı müəyyən edin. Əhali və əmlak siyahıya alındı, İsfahan əfqanlar tərəfindən işğal olundu, Şirvanda üsyan baş verdi. Şah Sultan Hüseynin hakimiyyəti dövrünə aid daha bir variantı götürməliyik. Baxaq, Şah Sultan Hüseyn 1694-cü ildə hakimiyyətə gəlib və 1722-ci ildə əfqanlar tərəfindən devrilib. Dövlətin keçmiş qüdrətini bərpa etdi, yanlışdır. Çünki artıq tənəzzülə keçid baş vermişdi. Sənətkarlar bütün vergilərdən azad edildilər, götürə bilmirik. Əksinə, Şah Sultan Hüseyn siyahıya alma keçirərək vergiləri artırmışdı. Stepan Razinin qarəçi yürüşləri 1668-ci ildə olubdur və hakimiyyət dövrünə düşməyəcək Hüseyni götürə bilmirik. Rus tacirlərinin mənafeyinə uyğun müqavilə imzalandı. Bəli, doğru cavabdır. Şah Sultan Hüseyn Rusiyaya elçilər göndərdi, lakin bu müqavilə daha sonra 1717-ci il İsfahanda imzalandı. D variantı düzgündür. Alban hökmdarı 3-cü Mömin Vaçaqanın daxili siyasəti üçün xarakterikdir. Sasani dövlətinə ödənilən vergilərin azaldılması yanlışdır. Yeni kilsələrin tikilməsi və kilsə məktəblərinin açılması doğrudur. 3-cü Mömin Vaçaqan, aşağıdakilərin son nümayəndəsi, demək, Albaniyada yeni məktəblər və yeni kilsələr tikdiribdir. Kilsə məktəbləri, məsələn, 488-ci ildə də Ağdam yaxınlığında Ağuyen kilsə məclisini açdırıbdır. 2 doğrudur, götürürük. Xristianlığın ölkə ərazisində rəsmi din kimi qəbul edilməsi, bu 313-cü ildə Urnayra aiddir. 3-cü Möminə aid edə bilmirik, 3-ü götürə bilmirik. Paytaxtın Bərdəyə köçürülməsi 444-cü ildən sonra baş verdi bu və 2-ci Vaçiyə aid olduğuna görə
Vaçaqana aid deyil, götürmürük. Dövlətin siyasi və mədəni cəhətdən inkişaf etməsi, bəli, 3-cü Mömin Vaçaqanın dövrü dövlətin, Alban dövlətinin siyasi və mədəni cəhətdən inkişaf dövrü kimi xarakterizə olunur. 5 də doğrudur. Cavabımız 2-5 D variantı düzgündür. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yaradılan milli hökumətin fəaliyyətinə aiddir. Azərbaycan Xalq Cümhuriyyəti ilə əməkdaşlıq etməsi. Milli hökumətlə AXC arasında əməkdaşlıq baş vermədi, çünki milli hökumət, yəni Şeyx Məhəmməd Xiyabani həm də İngiltərə qüvvələrinə qarşı mübarizə aparırdı, ingilislərin nüfuzunun azalmasını istəyirdi. Xalq Cümhuriyyəti isə bunun əksinə olaraq İngiltərə ilə əməkdaşlığa üstünlük verirdi. Bu səbəbdən iki dövlət arasında əməkdaşlıq baş vermədi. Biri çıxdıq variantlar içərisində. Milli Qvardiyanın yaradılması, bəli, Şeyx Məhəmməd Xiyabaninin deməli, yaratmış olduğu Muxtar Azərbaycanda milli qvardiyalar yaradılmışdı, çünki qorumaq lazım idi. 2-ni götürdük. Konstitusiyanın qəbul etməsi. Şeyx Məhəmməd Xiyabani konstitusiya qəbul etməyibdi. 3-ü götürə bilmirik. Azərbaycan dilinin bütün İranda rəsmi dilə çevrilməsi. Təbii ki, bütün İranda rəsmi dilə çevrilə bilməzdi. 4-ü də götürmürük. Təbrizdə pulsuz qız məktəbinin açılması. Bəli, Xiyabani Təbrizdə pulsuz qız məktəbinin açılması haqqında qərar verib və bu məktəb açılıbdır. 2-5 Y variantı düzgündür. Osmanlı dövlətinin tarixində 18-ci əsrin ikinci yarısı üçün səciyyəvi olan hadisələr soruşur. Nadir Şah-Əfşarla sülh müqaviləsi imzalanması. Osmanlı dövlətinin Nadir Şah-Əfşarla sülh müqaviləsi bağlanıb 1-ci Mahmud arasında. Amma məlum olduğu kimi Nadir Şah 1747-də öldürülmüşdü, yəni ikinci yarısına uyğun deyil və biri götürə bilmərik. Rusiya ilə aparılan müharibələrdə məğlub olması, bəli, 1774 Kiçik Qaynarca sülhündə bu məğlubiyyət özünü göstərir və 1791-ci ildə Yassı müqaviləsində Osmanlı məğlub olmasını görürük. 2 düzgündür. Kipr adasının fəth olunması 1571-ci ilə aiddir və bu düşəcək 16-cı əsrə uyğun deyil təbii ki. Ağa Məhəmməd xan Qacarla diplomatik əlaqələrin saxlanılması, demək, Rusiya 1783-cü ildə Gürcüstanla bağlamış olduğu Gergevski traktatından sonra Ağa Məhəmməd xan Rusiyaya qarşı müttəfiq axtarmaq məqsədi ilə Osmanlı sarayına elçilər göndərib. 4 düzgündür. Avropa nümunəsində nazirliklərin yaradılması. Osmanlı dövləti Avropa nümunəsində nazirlikləri 2-ci Mahmudun dövründə yaradıb. Bu isə 19-cu əsrin əvvəlləridir. Cavabımız 2 və 4 A variantı düzgündür. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 1-ci Dünya müharibəsi dövründəki Almaniya və Osmanlıya aid oxşar və fərqli cəhətləri soruşur. Baxaq. Monarxiyanın devrilməsi, məlum olduğu kimi dünya müharibəsi gedişatında 3 ölkədə Avstriya, Macarıstan, Almaniya və Rusiya imperiyaları devriliblər. Ona görə də A-nı götürürük Almaniyaya 1-ə. Mərkəz dövlətlərinin tərkibində olması, Antanta blokuna qarşı döyüşən dövlətlər mərkəz dövlətləri adlanır və onların hərbi siyasi blokları mərkəz dövləti adlanır. B ortaqdır, çünki həm Almaniya, həm Osmanlı Dövlətlər İttifaqının tərkibində olublar. Marna döyüşdə məğlub olması. Marna döyüşündə Almaniya məğlub olmaqla ildırım sürətli müharibə planı puça çıxdı. C-ni götürürük 1-ə. Kütül-Amarə döyüşündə qələbə qazanması, bu Osmanlılardır. İngiltərə üzərində Kütül-Amarədə qələbə qazandılar. 2-yə D götürürük. Versal sülh müqaviləsi imzalanması. Versal sülh müqaviləsi imzalanıb Almaniya tərəfdən, lakin dünya müharibəsi bitdikdən sonra. Ona görə də biz 1-ə AC, 2-yə D, 3-ə isə B. A variantını götürdük. Doğru cavabımız. Ərəb ağalığı dövründə Azərbaycana aid olan hadisələri soruşur. Əbu Müslimin başçılığı ilə xalq çıxışı baş verdi. Bəli, Əbu Müslimin başçılığı altında Əməvilərə qarşı xalq çıxışı baş verib, lakin Azərbaycan ərazisində deyil, Mərkəzi Asiyada baş verib, ona görə biri götürmürük. Vergilər məhsulla deyil, torpaq sahəsinə görə alınırdı, doğrudur. Əməvilərin dövründən ərəblər vergiləri məhsula görə deyil, torpaq sahəsinə görə almışlar. Şamaxıda böyük cümə məscidi inşa edildi. 8-ci əsrdə Şamaxıda cümə məscidi tikilibdi və ərəblər dövrünə aid düşür. 3-ü götürürük. Müsəlmanlar bütün vergilərdən azad edib, bütün yox, can vergisi olan cizyədən azad edilmişlər. 4 uyğun deyil, bütün sözünə görə götürə bilmirik. Ticarət mərkəzləri olan Rabatlar yaradıldı. Bəli, ərəblər dövründə Rabat yaradılıb, amma o ticarət mərkəzi deyil, hərbi məskənlər idi. Ticarət sözünə görə 5 də düzgün deyil. Cavabımız 2-3 A variantı düzgündür. Xəritədə ulduzla göstərilmiş dövlətlərin tarixində 100 illik müharibə dövründə aid oxşar cəhəti soruşur. Birinci ulduz İngiltərə ərazisidir. İkinci ulduzumuz Fransa ərazisidir. Baxaq. Kəndli üsyanının əvvəlcə 100 illik müharibənin tarixini yazaq. 1337-ci ildən
1453-cü ilə kimi olan dövrdə baş veribdir 100 illik müharibə. Kəndli üsyanının baş verməsi, İngiltərədə kəndli müharibəsi, Uet-Tyler üsyanı 1381-ci ildə olubdur. Bəli, 100 illik müharibənin dövrünə düşür, bu düzgündür. Fransada isə 1358-ci ildə Jaklar üsyanı baş verib, kəndli üsyanı. Yenə də 100 illik müharibə dövrünə düşdüyünə görə Fransaya da uyğundur. Beləliklə, cavabımız A variantı, kəndli üsyanının baş verməsi düzgündür. Düzgün cavabı müəyyən edin. Saint-Germain müqaviləsi imzalandı. Almaniya nəticə olaraq Avstriya ilə birləşməmək öhdəsinə götürüldü. Bu yanlışdır. Çünki demək, Versal müqaviləsinə görə Almaniya Avstriya ilə birləşməmək öhdəliyi götürmüşdü. Saint-Germain aidiyyatı yoxdur. Biri çıxdıq. Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. İngiltərə yaxın şərqdə bəzi ərazilərə nəzarəti ələ keçirtdi. Doğrudur və burada mandat hüququ alan ölkələr İngiltərə, onun dominonları idi, Fransa, Belçika və Yaponiya idi və bəli, bir sıra ərazilər Almaniyanın və Osmanlı mülklərini ələ keçirtmişdilər. 2 düzgün cavabdır bizə. Vaşinqton konfransı çağırıldı. Fransa, Almaniya və Belçika sərhədlərinin təhlükəsizliyi təmin edildi. Yanlışdır. Çünki 1925-ci ildə Locarno konfransında bu ərazilərin, yəni Fransa, Almaniya və Belçikanın sərhədlərinin təhlükəsizliyi təminat altına alınmışdı. 3-ü götürə bilmirik. Trianon sülhü imzalandı. Macarıstan təzminat ödədi nəticə olaraq. Bəli, doğrudur. Çünki Trianon sülhü ilə Macarıstan dünya müharibəsində təqsirkar olduğunu boynuna aldı və uduzmuşdu. Buna görə də təzminat ödədi. Cavabımız olacaq 2 və 4. Sacilər və Salarilər dövlətindən fərqli olaraq Rəvvadi dövlətinə aiddir. Demək, Saci ilə Salariyə biz əslində ortaq götürürük və bundan fərqli olaraq Rəvvadiyə baxaq. Şirvanşahlar dövlətinin özündən asılı salınması, Saci və Salarilər mərkəzləşmiş Azərbaycan dövlətidir və bütün Azərbaycanı əhatə edirlər. Buna görə Şirvanşahlar asılı salıblar, yəni Rəvvadilər isə yalnız Cənubi Azərbaycanı əhatə etdiyinə görə A variantı doğru deyil. Səlcuqların hücumuna məruz qalmışdı. Məlum olduğu kimi Rəvvadilər, Şəddadilər və Şirvanşahlar hücumlara məruz qalıbdı. Amma Saci və Salari bu hücumlara məruz qalmayıb. B variantı düzgündür. Digərlərinə baxsaq, Azərbaycanın cənubunda yaranmışdı. Hər 3 dövlət Azərbaycanın cənubunda yaranıb. Bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Saci və Salarilər üçün uyğundur. Qeyd etdiyim kimi Rəvvadilər isə Cənubi Azərbaycan və yalnız bir də Muğanı əhatə edibdir. Buna görə götürə bilmirik. Şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmin etmişdi. Bu Sacilər dövlətində Yusif Əbu Saca aiddir. Beləliklə B variantı doğru cavabdır. 15-ci əsrdə Teymurilər dövlətindən fərqli olaraq Osmanlı dövlətinə aid olanları soruşur. Qızıl Ordu dövləti ilə normal münasibətlərin qurulması 15-ci əsrdə Osmanlı və Qızıl Ordu münasibətləri mümkün deyil, qurulmamışdır. A-nı çıxdıq. Səfəvilər dövləti tərəfindən məğlub edilməsi. Səfəvi dövləti ifadəsini biz 1501-ci ildən sonra işlədəcəyik. Yəni 16-cı əsr, ona görə götürməyəsinik B variantını. Ümumiyyətlə baxmırıq. Ağqoyunlu dövlətinin məğlub edilməsi. Ağqoyunlu dövləti ilə Teymurlar arasında 1468-də Muğan çölündə Uzun Həsənlə döyüş olub. Lakin burada Ağqoyunlu və Səfəvi birləşmiş qüvvələri Teymurlar üzərində qələbə qazanıblar. Əbu Seyd məğlub olur Teymuri. Amma Osmanlı dövləti 1472-də, 1473-cü ildə Ağqoyunlu dövlətini məğlub eləyibdir. Cavabımız C variantı düzgündür. Uyğunluğu müəyyən edin. Qarabağ xanlığı və Quba xanlığına aid cəhətləri ayırd eləməliyik. Baxaq. 19-cu əsrin 30-cu illərdə müstəmləkə zülmünə qarşı üsyan baş verməsi. Demək, 1837-38-ci illərdə Qubada müstəmləkə əleyhinə üsyan baş verib. Lakin bu zaman xanlıq idarə üsulu deyildi. Ona görə biz A-nı götürmürük, çıxdıq. Urmiya xanlığından Aslana düşməsi 1759-cu ildə Qarabağ xanlığı Urmiyalı Fətəli xan Əfşardan asılı hala düşdü. 1-ə B doğrudur, götürdük. Georgiyevski şəhərində Rusiya ilə müqavilə bağlanması. Quba xanlığı 1802-ci ildə Georgiyevskidə Rusiya ilə müqavilə bağlayıb. 2-yə C variantını götürdük. Sonra Səfəvi dövlətlə qarşı mübarizə aparması. Təbii ki, xanlıqlar dövründə xanlıqlar mövcud olanda Səfəvi dövləti mövcud deyildi. Ona görə D-ni heç birinə uyğun götürə bilmirik. Rusiya ilə Kürəkay müqaviləsi imzalanması 1805-ci ildə iki xanlığımız, əvvəlcə Qarabağ, ardınca da Şəki xanlığı Rusiya ilə Kürəkay müqaviləsi bağlayıbdı və biz 1-ə əlavə edirik Y variantını. Beləliklə 1 B, Y, 2 isə C. D variantımız düzgündür.
Xəritədə ulduzla işarələnmiş rayonlarla bağlı ümumi cəhətləri müəyyən eləyin. Əvvəlcə hansı rayonlar verdiyinə baxaq. Birinci ulduzumuz olacaq Xocalı rayonu, digəri isə Xocavənd ərazisidir. İndi Xocalı və Xocavəndə aid olan hadisələri tapaq. Lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazi tam şəkildə azad edilmişdi. Bəli, 2023-cü ilin sentyabr ayında Xocalı, Xocavənd, Xankəndi, Ağdam, Əsgəran rayonları deməli antiterror əməliyyatı nəticəsində azad edilib. Bir doğrudur. 10 noyabr 2020-ci il tarixli bəyanatı ilə Azərbaycana qaytarılmışdı. Qaytarılan ərazilər Kəlbəcər, Ağdam, Laçındır. Yəni Xocalı və Xocavənd bura daxil deyil. 2-ni götürə bilmirik. Vətən müharibəsindən sonra ərazilərində hava limanı inşa edilib. Hava limanları Füzulidə, Zəngilanda və Laçında inşa edilib. Xocalı və Xocavənd ərazisində inşa edilməyib. 3-ü götürmürük. İkinci Qarabağ müharibəsi gedişində mərkəzində Azərbaycan bayrağı dalğalandı. Təbii ki, bu variant doğru deyil, çünki antiterror əməliyyatı nəticəsində azad olunub, 4-ü götürə bilmirik. Birinci Qarabağ müharibəsində əraziləri tam şəkildə işğal edilib. Bəli, təəssüf ki, Birinci Qarabağ müharibəsində Xocalı və Xocavənd əraziləri, rayon əraziləri tamamilə işğala məruz qalıb. Cavabımız A variantı 1 və 5 doğrudur. Qədim Hindistana aid olanları müəyyən edin. Makedoniyalı İskəndər hücumuna məruz qalıb. Bəli, 327-ci ildə eradan əvvəl Makedoniyalı İskəndər hücumuna məruz qalıbdır və bir doğrudur. Romanın işğalçı hücumlarına qarşı mübarizə aparıbdır. Bu yanlış cavabdır. Roma Hindistana işğalçı yürüşlər etməyibdir. Eradan əvvəl 2-ci minillikdə ərazisində köçəri Arya tayfaların məskunlaşması, bəli, bu doğrudur. Arya tayfaları köç eləyiblər. Eradan əvvəl 2-ci əsrdə Maurya sülaləsinin hakimiyyətinə son qoyulması, bəli, eradan əvvəl 180-ci ildə Maurya hakimiyyətinə son qoyulub, 2-ci əsrə düşür, 4-ü də götürürük, düzgündür. Eradan əvvəl 6-cı əsrdə şimal-qərb ərazilərinin 3-cü Daranın ordusu tərəfindən işğal edilməsi yanlışdır. Çünki 3-cü Dara yox, 1-ci Daranın yürüşlərinə məruz qalıbdır və 5-i götürə bilmirik. Beləliklə cavabımız 1, 3 və 4 D variantı düzgündür. Sualda bizdən daş dövründən fərqli olaraq tunç və dəmir dövrlərində insanların fəaliyyətinə aid olanları soruşur. Baxaq. Əkinçiliklə yanaşı sənətkarlıqla da məşğul olurdular. Deməli, əkinçiliyin meydana gəlməsi mezolit dövrü, yəni orta daş dövrü, sənətkarlıq isə neolit, yeni daş dövründə meydana gəlibdir və bir ortaq cəhət olduğuna görə götürə bilmirik. Variantlardan biz biri çıxdıq. Təsərrüfatda xışdan istifadə edirdilər. Xış yaranması erkən tunç dövründədir. Belə çıxır ki, daş dövründə xış istifadə olunmayıb. 2-ni götürürük o zaman. Bağçılıq və üzümçülüklə məşğul olurdular. Orta tunç dövründə bəli, yeni təsərrüfat sahələri meydana gəlmişdi və bunların içərisində bağçılıq, üzümçülük də var idi. 3 doğru cavabdır. Oturaq həyat tərzi sürürdülər. Neolit dövründən başlayaraq oturaq həyat tərzi sürdülər və təbii ki, uyğun deyildir. Dini ayinləri həyata keçirmək üçün ibadət evlərinin inşa edilməsi də erkən tunç dövrüdür. Yəni tunç dövrünə aid olduğuna görə götürürük. Beləliklə cavabımız 2, 3 və 5 C variantı düzgündür. Uyğunluğu müəyyən edin. Axund dövlətindən fərqli olaraq Qaraxanlı dövlətinə aid olanları soruşur birinci hissədə. Aşina türk soyuna mənsub olmuşdu. Axundlar əvvəllər, yəni qədim dövrlərdə Kadusilər, orta əsrlərdə Abdal adlandırılan tayfalardır. Amma Qaraxanlı dövlətin əsasını Aşina türk soyu qoyduğuna görə 1-ə A variantı doğrudur. 1-ə A variantı götürdük. İslam dini qəbul edilmişdi. Bəli, Axund dövründə İslam dini mövcud olmayıb, amma Qaraxanlılar 9-cu əsrdə İslamı qəbul etdilər və B-ni də götürdük. Mərkəzi Asiyada meydana gəlib, hər iki dövlət Mərkəzi Asiya dövləti olduğuna görə uyğun deyil. C-ni çıxasıq variantlar içərisindən. İkinci hissəyə baxaq. Axund dövlətindən fərqli olaraq Qəznəli dövlətinə aid olanlar soruşur. Hindistanın bir hissəsini tabe etmişdi. Bu oxşar cəhətdir. Axund dövləti Mihraqulun dövründə, Qəznəlidə isə Mahmud Qəznəli dövründə Hindistanın şimal-qərb hissəsi tabe edilib. Oxşar cəhət olduğuna görə A-nı silirik. Samaniylərə qarşı mübarizə aparmışdı. Bəli, Axunddan fərqli olaraq Qəznəli dövləti 999-cu ildə Samani dövlətinin parçalanmasına rol oynayıbdı və B-ni 2-yə götürürük, düzgündür. Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranıb. Məlum olduğu kimi Axund dövləti zamanında Abbasilər xilafəti mövcud deyildi, amma bəli, Abbasilər zəiflədikcə burada Qəznəli dövləti meydana gəldi və C düzdür. Beləliklə 1 AB, 2 isə B və C uyğun cavabdır. D variantı düzgündür. Suala baxaq. Atabəylər dövlətinin tarixinə aid olan hadisələri soruşur.
11-ci əsrin 30-cu illərində yaranması, Atabəylər dövləti 1136-cı ildə yaranıbdır və 12-ci əsrə düşdüyünə görə biri götürə bilmirik, variantlardan çıxırıq. Şirvanşahlar dövlətinin asılı hala salınması, elə Şəmsəddin Eldənizin dövründə Şirvanşahlar dövləti asılı hala salınıbdır. 1-ci Axistan hətta Eldənizdən asılı halda hakimiyyətə gətirilibdir. 2 doğrudur bizim üçün. Dəbil şəhərinin azad edilməsi 1164-cü ildə Şəmsəddin Eldəniz Gürcüstana hücum eləyir, Çarı məğlub edib xəzinəsini ələ keçirir, ardınca da Dəbili ələ keçirir. 3 də doğrudur. Tiflis Müsəlman Əmirliyinin məğlub edilməsi, Tiflis Müsəlman Əmirliyi 1122-ci ildə süquta uğrayıb. Dolayısıyla Eldənizlər mövcudiyyəti dövrünə düşmür, 4-ü götürə bilmirik. Bütün Azərbaycan torpaqlarının birləşdirilməsi, bəli, Dərbənddən İran körfəzinə qədər olan bütün Azərbaycan torpaqları Şəmsəddin Eldəniz tərəfindən birləşdirilmişdir. Cavabımız 2, 3, 5C variantı düzgün cavabdır. 13-cü əsrin sonlarında indiki Pakistan və ona bitişik ərazilərə soxulmaq istəyən Monqollara qarşı mübarizə davam edirdi. Monqol hücumları arasında fasilə yarandıqda hakimiyyətə yeni sultan gəldi. O, Dekan ərazisinə hücum eləyərək Kaver çayına qədər olan bölgələri sultanlığa qatdı. Mətndə bəhs edilənlərin nəticəsini soruşur bizdən testdə. Hindistan ərazisində yeni türk dövləti yarandı. Hindistan ərazisində yeni türk dövlətləri, yəni ümumiyyətlə türk dövlətləri Dehli və Moğol dövlətləridir. Birincisi 1206-cı ildə, digəri 1526-cı ildə yaranıb. Əsr olaraq uyğun gəlmir, A variantını çıxdıq. Abbasi xəlifəsi sultan hakimiyyətini tanıdı. Deməli, Abbasilər xəlifəsi Eltutmuşun hakimiyyətini tanıyıb. O isə 1211-36-cı illərdə hakimiyyətdə olubdur. Yəni 13-cü əsrin əvvəllərinə düşür, götürə bilmirik. Böyük Moğol dövləti zəiflədi, tənəzzül sürətləndi. Moğol dövlətinin hələ yaranması 1526-dır. Yəni bu dövrdə Moğol dövləti olmadığına görə C variantını da götürə bilmirik. Monqol hücumlarının qarşısı tamamilə alındı. Bəli, 1296-cı ildə Xələclər sülaləsi hakimiyyətə gəlir və Əlaəddin Xələc Monqol hücumunun qarşısını tamamilə alır, hətta Hindistanın cənubunu da birləşdirir. Beləliklə, doğru cavab D variantı düzdür. Qədim Romanın 2-ci əsr tarixinə aid olan variantı soruşur. Xristianlığın rəsmi din kimi qəbul edilməsi 313-cü ildə bizim erada qəbul edilibdir, 4-cü əsrə aiddir, A-nı götürə bilmirik. Albaniya dövləti diplomatik əlaqələr saxlanılması, bəli, bizim eranın 3-cü əsrə kimi diplomatik münasibətlər olub və 2-ci əsrdə də Roma İmperatoru Adrianla Alban hökmdarı arasında əlaqələrin olması haqqında məlumatımız var. Beləliklə, B variantı doğru cavabdır.